Qəzzanın yenidən qurulması üçün ən böyük iqtisadi töhfəni ərəb ölkələri verəcək. Amerika Birləşmiş Ştatlarının rolu isə diplomatik səviyyədə olacaq. Vaşinqton zolaqda daimi nəzarət işlərinə baxacaq. Vitse-prezident James David Vance maliyyə dəstəyinin Fars körfəzi ölkələrindən gələcəyini deyib. Qəzzaya qayıdan Fələstinlilər qida və su çatışmazlığından əziyyət çəkdiklərini dilə gətirirlər. Mən torpağımda, çadırımın yanında qala biləcəyim təhlükəsizlik istəyirəm. Oğrular var, su və yemək istəyirik. Artıq 3 aydır ki, çadırsızıq. Yağışa, günəşə və bütün həşəratlara məruz qalırıq. Biz bu ərazidən qaçmışdıq və indi qayıtmışıq. Düzünü desəm, bu qədər böyük miqyasda dağıntını görəndə şok olduq. Bugün qayıtmışıq və hara gedəcəyimizi bilmirik. Heç bir çıxış yolu yoxdur. Bu dərəcədə olacağını gözləmirdik. Küçə boyu bir dənə də ev salamat qalmayıb. Hamısı yerlə bir olub, hər yer dağıntıdır. Mən evdən bir köynək belə çıxara bilmədim. Qəzzanın bərpasının uzun illər çəkəcəyi bildirilir. Xarici nəşrlər yazır ki, zolaqdakı quruculuq işlərinə Fələstinlilər nəzarət etməlidirlər. Çünki belə olan halda bərpa prosesinin asanlıqla başa çatdırılacağı düşünülür. Savaş başlayandan 2025-ci ilin yanvarına qədər dəyən iqtisadi və sosial ziyanın 19,1 milyard dollar təşkil etdiyi bildirilir. Qəzza Media Ofisi həyati əhəmiyyətli sektorlardakı ilkin itkilərin 70 milyard dollardan çox olduğunu açıqlayıb. Hesablamalara əsasən evlərin bərpası ehtiyacları ən böyük hissəsini təşkil edir. 3 il ərzində təxminən 3,7 milyard dollar məbləğində vəsait tələb olunur. Müharibə yaşayış binalarına 15,8 milyard dollar ziyan vurub. Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Dujarric savaş başlayandan bəri təxminən 81 min yaşayış binasının zədələndiyini deyib. Amerika işte barışı imzaladı. Ben tarafları barıştırdım. Gerisi artık Arap ve Müslüman ülkelerin görevi tarzında. Hamas ben Gazze'deki işte yetkileri, Gazze'deki hakimiyetimi ancak bir şartla bırakırım dedi. O da tamamen Arap ve Müslüman ülkelerin Gazze inşasında olması münasebetiyle. Yani onlar olursa ben Gazze'deki bütün yetkilerimi ileriki dönemde kurulacak Filistin devletine teknokrat heyete devredeceğim tarzında bir şart koştu. Əsas məsələlərdən biri isə humanitar ehtiyacların ödənməsi üçün enerjidir. Dizel generatorları üçün gündəlik azı 322 min litr yanacaq təmin olunmalıdır. Bu da 365 milyon dollara başa gəlir. Həmçinin elektrik xətlərinin bərpası da quruculuq işlərinə daxildir. Savaş səbəbindən su və kanalizasiya sistemləri də məhv edilib. Birləşmiş Millətlər Təşkilatının ekspertlərinin məlumatına görə evlərin 90%-dən çoxu su ilə təmin olunmur. Sektorun bərpası üçün 2,7 milyard dollar vəsaitə ehtiyac var. Qəzzanın yenidən bərpası layihəsinin ölçüsü çox genişdir. Körfəz ölkələri bunun əvəzini ödəmək məcburiyyətində qalacaq. Amma onlar vəsait ayırmayacaqlar. Artıq neçə həftədir ki, bu məsələ danışılır. Ərəb ölkələri Qəzzada sülhün və yaşayışın bərpa olunduğuna inanmadıqları müddətdə zolağın yenidən qurulmasına investisiya qoymayacaqlar. Çıxılmaz vəziyyətdir. Eyni hadisələr davam eləyir. Atəşkəs imzalana bilər. Lakin Qəzzanın bərpası ancaq İsrail və Fələstinlilər arasında davamlı sülh əldə olunandan sonra mümkündür. Zolaqdakı təhsil sistemi daha çox zərər görən sahələrdəndir. Müharibənin azı 222 milyon dollar dəyərində ali təhsil infrastrukturuna ziyan vurduğu təxmin edilir. Dağıntıların təmizlənməsi və partlamamış bombaların çıxarılması üçün isə 1 milyard dollar tələb olunur. Sursatların 30%-nin partlamadığı bildirilir. 5 il ərzində bərpa üçün isə 3,8 milyard dollara ehtiyac var. Digər ciddi zərər görən sahə isə səhiyyə xidmətləridir. Hesablamalara görə yenidən qurma işləri 7 milyard dollardan artığa başa gələcək. Bundan başqa, dağıntılar altında qalan meyitlərin çıxarılması da problemlərdən biri sayılır. Təqribi olaraq 53-54 milyard deməli ABŞ dolları vəsait tələb olunur və bunun yığılması üçün də digər dövlətlər yardım edəcəyini bildirmişlər. Amma bunun çətin tərəflərindən biri ondan ibarətdir ki, deməli, maliyyə dəstəyi göndərilməsi hansı şəraitdə, hansı ölkələr tərəfindən və hansı yollarla olacağı hələ məlum deyil və tələb olunan məbləğin yarısı belə də yığılmayıb. Buna görə də birinci əsas burada görüləcək işlərdən biri transparentliyin, yəni şəffaflığın qorunmasıdır.
Xarici nəşrlər yazır ki, ərəb ölkələrindən başqa Türkiyə də zolağın bərpasına maliyyə dəstəyi ayıra bilər. Avropa Komissiyası da vəsait təmin edəcəyini açıqlayıb. Böyük Britaniya məsələ ilə əlaqədar biznes nümayəndələri ilə beynəlxalq konfrans keçirəcək. Eyni zamanda Sülh Şurasının fəaliyyəti ilə bağlı bəzi narazılıqlar var. Fələstinlilər komitədə yerli akademiklərin də olmasını tələb edirlər. Analizlər onu göstərir ki, Qəzzanın yenidən bərpası üçün ciddi və xüsusi plan hazırlanmalıdır. Norveç Qaçqınlar Şurasının məlumatına görə infrastrukturun qurulması üçün İsraildən də icazə alınmalıdır. Xammal və tikinti materiallarının zolağa daxil olması üçün Təl-Əvivin razılığı olmalıdır. Birləşmiş Millətlər Təşkilatı düşünür ki, Fələstinlilər üçün ilk olaraq sığınacaq hazırlanmalıdır. Digər xidmətlərin bərpası isə sonrakı prosesdir.